müəllimə. Bəs müəllimə, siz mənə qeyd eləyin, hansı nəzəriyyədə idi ki, uşaqlar mərhələli şəkildə öyrənirdi? Mərhələli şəkildə öyrənirdi. Montessori. Müəllimə, Müəllimə, Montessori'də. hər öz yerinə cavab versin müəllimə. Əgər bilməsə deyərsiniz. Piaget nəzəriyyəsində müəllimə. Aha, bəli, həm Montessori'də var, həm də Piaget'də var, yəni oxşar fikir. Bəs müəllimə, səsi bağlayın. Bəs müəllimə, siz Ləman müəllimə, səsi bağlayın da dərsə mane olursunuz. Başqa. Aha, bəs müəllimə, desəm ki, Mətanət müəllimə, mərhələli şəkildə bölünür dedik, Montessori yanaşması. Hansı yaş qrupuna bölünürdü? Nə adlanırdı həmin mərhələ? 1-3-3-6, şuurlu mənimsəmə, şuursuz mənimsəmə. Aha, 0-3 və 3-6 yaş. Bəs müəllimə, siz mənə qeyd edin, hansı nəzəriyyə bir növ sosiallığa əsaslanırdı? Vygotsky nəzəriyyəsi, sosial inkişaf nəzəriyyəsi adlanır. Bəli. Həmçinin də Reggio Emilia bir növ. Bəs müəllimə, Loris Malaguzzi tərəfindən yaradılan yanaşma nəzəriyyə hansı idi? Montessori deyil. Xeyr. Siz onu biraz səhv dediniz, Mətanət çalır. Reggio Emilia müəllimə. Reggio Emilia müəllimə. Oldu. Aha. Bəs hansı yanaşma idi ki, orada bir növ uşaqlarda birgəlik, bərabərlik hissləri formalaşırdı? Birgəlik, bərabərlik Emiliyada. Yox. Bərabərlik. Hansındaydı müəllimə? Kim bilir, qeyd eləyərdiniz? Montessori'də. Yox. Waldorfda müəllimə, Waldorfda. Birgəlik, bərabərlik hissləri aşırdı. Bəs hansı nəzəriyyə idi ki, müəllimə, bir növ öyrənmə prosesi ardıcıl şəkildə təşkil edilirdi? O da Waldorfda. Aha, necə idi o ardıcıllıq müəllimə? Yadımdan çıxıb müəllimə. Kim qeyd edə bilər? Yaxşı, onda bu sualı başqa müəlliməyə verərik. Bəlkə tanışlıq, təcrübə. Müəllimə, Montessori'də də elə. Montessori. Yox müəllimə, Nüşabə müəllimə qeyd eləyərdiniz. Nüşabə yazılan müəllimə. Müəllimə, Waldorfda əvvəlcə ardıcıllıq, əvvəlcə tanışlıq, sonra təcrübə, bir də müxtəlif anlayışlar. Əvvəlcə tanışlıq, daha sonra tanışlıqdan təcrübə, təcrübədən isə müxtəlif anlayışlar bir növ mənimsənilirdi. Bəli, bəli. Yaxşı, Mətanət müəllimə, çox sağ olun. Siz sağ olun müəllimə, çox sağ olun. Daha sonra Anar yazılan, Anar Ağalarzadə. Salam müəllimə, axşamınız xeyir. Axşamınız xeyir. Adınız necə oldu? Adım Vahidə müəllimə. Aha, Vahidə müəllimə, siz mənə qeyd edin. Qruplarda eyni yaşlı uşaqlar iştirak edirdi. Hansı nəzəriyyədə? Qruplarda eyni yaşlı. Emiliyada. Bəli, müəllimə, Emiliyadaydı. Bəs müəllimə, gözə görünməz icra edici rolunda iştirak edən şəxs hansı idi? Montessori'dur. Bəli, Montessori'dir. Aha. Bəs bir növ hansı nəzəriyyə idi ki, orada didaktik oyunlar mühüm rol oynuyordu? Bu da Montessori yanaşması. Bəli, Montessori idi. Nəzəriyyəsi. Rudolf Steiner tərəfindən yaradılan nəzəriyyə hansı idi? Waldorf. Waldorf, bəli. Bəs hansı nəzəriyyə idi ki, bir növ belə deyək də, mərhələli şəkildə təşkil olunurdu? Montessori. Aha, başqa? Nəzəriyyəsi. Piaget'də də olan ortaq cəhəti idi. Bəli, bəli, həmçinin. Bəs müəllimə, siz mənə qeyd edin, bəs hansında ətraf mühit mühüm rol oynuyordu? Hansı nəzəriyyədə? Waldorf yanaşması. Aha, həmçinin Emiliyada da mühüm rol oynuyordu. Emiliyada da var idi, bəli. Emiliya.
Bəs hansı nəzəriyyədə idi ki, mühit təbii komponentlərlə təşkil edilməli, qayğı ilə əhatə olunmalı idi? Mühit Emiliya idi ya da Waldorf. İkisindən biri. Waldorf. Bəli. Hansı nəzəriyyədə bəs 3 yaşdan 18 yaşa qədər hər cür qabiliyyətli uşaqlar qəbul olunurdu? Bu Waldorf yanaşması idi. Waldorf idi. Yaxşı müəllimə, siz mənə nə qeyd edin? Bəs hansı nəzəriyyədə, hansı yanaşma texnologiyadan uzaq tutmağa mühüm əhəmiyyət kəsb edirdi? Bu da Waldorf yanaşması idi. Çox sağ ol müəllimə. Sağ ol. Daha sonra Ləman yazılan müəllimə, Ləman Şahməmmədova. Bəli, müəllimə. Axşamınız xeyir olsun. Axşamınız xeyir, müəllimə. Bəs hansı yanaşma, hansı nəzəriyyə idi ki, müəllimə bir növ belə deyək də, daim inkişaf edən insan kimi izah edirdi? Hansı nəzəriyyə idi, müəllimə? Waldorf da, müəllimə. Bəli, Waldorfdaydı. Bəs müəllimə, Waldorfda ardıcıl şəkildə öyrənmə prosesi gedirdi. Bu necə idi? Ardıcıllıq necə idi? 0-3 yaş, onu deyirsiniz, müəllimə, bir dəqiqə yox, olar. Müəllimə. 0-3 yaş. Onu demirəm. Waldorf yanaşmasında müəllimə öyrənmə prosesi ardıcıl şəkildə aparılırdı. Necə idi bu ardıcıllıq? Bayaq qeyd elədiyi. Yaxşı müəllimə, sizə başqa sual verəcəm. Bəli. Deyirəm ki, müəllimə. Evdə uşaq var idi deyə, ona görə bayaq o tərəfdən keçdim bu otağa, müəllimə. Ona görə üzrlüsən. Eyb yox müəllimə. Bəs müəllimə, riyazi təsəvvürlərin inkişafı hansı yanaşmada, hansı nəzəriyyədə mühüm rol oynayırdı? Müəllimə, Montessori. Bəli, Montessori. Bəs müəllimə, Malaguzzi tərəfindən yaradılan nəzəriyyə hansı idi? O da müəllimə, Waldorf döyülü idi. Mən nəzəriyyələri biraz qarışdırırım müəllimə sözünü. Emiliya. Bəs hansı nəzəriyyə idi ki, ətraf mühit 3-cü müəllimə adlanırdı? Onu bilmədim. Bəs belə deyək, hansı nəzəriyyədə idi ki, müəllim uşaqların özlərinin qərar verməsinə, yekun nəticəyə gəlməsinə cavabdeh olan bələdçi idi? Hansı nəzəriyyə idi, müəllimə? Müəllimə, Montessori deyiliydi. Yox, müəllimə. Waldorf. Yox, müəllimə. Emiliyadır. Emiliya. Bəs müəllimə, siz mənə qeyd edin, sensor üzvlərinin inkişafı hansı nəzəriyyədə mühüm rol oynayırdı? Montessori idi də müəllimə o. Bəli, Montessori müəllimə, Montessori. Bəli. Bəs müəllimə, bir növ 20-30 uşaq belə deyək, həmən nəzəriyyədə hansı nəzəriyyə idi ki, müxtəlif yaş qruplarından 20-30 uşaq və müəllimdən ibarət bir qrup təşkil olunurdu? O müəllimə Emiliya deyiliydi. Yox. Montessori'dir, bəli. Bəli. Çox sağ olun müəllimə. Mən həmişə yəni müəllimə testlərdə, siz də Telegramda deyən testlərdə onları mən qarışdırıram deyə müəllimə, ona görə. Müəllimə, çox sağ olun. Siz də sağ, Allah canınızı sağ eləsin. Sağ olun. Daha sonra İlhamə Süleymanova yazılan müəllimə. İlhamə müəllimə. Kimlər sual cavabda iştirak eləmək istəyirsə əl qaldırsın. Sual cavab olmaq istəyən yoxdur, müəllimələr. Müəllimə, test olacaq bunlara aid indi, yoxsa? Yox, müəllimə. Testlər atmayacam, belə deyək də, mövzu izahı və sual cavab təşkil edəcəm. Sual cavab oldu müəllim. Deməli, Ülviyə müəllimə. Siz mənə, keçən dəfə var idiniz müəllimə bu dərs izahında? Bəli.
Aha. Hansı nəzəriyə dəydi ki, müəllimə gözə görünməz icra edici rolunda çıxış eləyirdi müəllim? Montessori. Bəli, Montessori. Bəs hansı nəzəriyyə idi ki, müxtəlif yaş qruplarından 20-30 uşaq var idi O da qruplarda? Montessori. Aha, bəli, Montessori idi. Bəli, qayd olacaq müəllimələr. Bəs müəllimə, belə deyək, Waldorf yanaşması hansı məqsədlə yaradılıb? Yəni buna səbəb nə idi yaranmaqda? Məncə unikal insan yaratmaq. Aha, həmçinin yəni fabrik işçilərinin uşaqlar üçün məktəb yaratmaq təşəbbüsü idi. Yəni əsas olaraq məqsədi. Həmçinin O də fabrik işçiləri üçün o idi, eləmi müəllimə? Mən elə bilirəm. Frebel. Yox, Waldorf idi Waldorfmuş. müəllimə. Rudolf Steiner tərəfindən. Bəli, Rudolf Steiner tərəfindən 1919-cu ildə Almaniyada yaradılıb. Bəs müəllimə, siz mənə qeyd edin. Qruplarda eyni yaşlı uşaqlar iştirak edirdi, hansı nəzəriyyədə? O Emil olmalı. Emiliya, bəli. Uşaqların mənəviyyatının inkişafı əsas götürülürdü, hansı nəzəriyyədə? Waldorf. Waldorfda, bəli. Daha sonra bir növ müəllimə, burada materiallar orijinallıq təşkil eləyirdi, orijinal olurdu. Montessori. Montessori-də, bəli. Montessori. Aha. Bəs hansı nəzəriyyə idi ki, texnologiyadan uzaq durmağı əsas götürürdü? Waldorf. Waldorf idi, bəli. Daha sonra hansı idi ki, müəllimə? Yox, müxtəlif yaş deyildi. Müxtəlif yaş deyəndə eyni yaşlı uşaqlar iştirak edirdi qruplarda, Emiliyada. Müxtəlif yaş Montessori Waldorfda idi. Siz sonra eyni soruşdunuz. Əvvəl müxtəlifi soruşdunuz. 20-30 uşaq. Sonra Emiliyanı soruşdunuz. 20-30 uşaq Emiliya deyirəm. Yox, Montessori-də idi, bəli, Montessori-də idi. Aha. Bəli. Bəs müəllimə hansı idi ki, bir növ belə deyək də, o təhsildə elə yenilik yaratmaq istəyirdi ki, bir növ çətinliklərin öhdəsindən gələ biləcək uşaqlar yetişsin? Çətinlikdən öhdəsindən gələ biləcək. O da Waldorf. Waldorf, bəli. Sensor üzvlərinin inkişafı hansı nəzəriyyədə mühüm rol oynayır? Montessori. Çox sağ olun müəllimə. Sağ olun müəllimə, Allah razı olsun. Sağ olun. Başqa kim sual cavab olmaq istəyir, əl qaldırsın. İlhamə müəllimə, buradasınız? İlhamə Süleymanova yazılan. Şəfa İskəndərova. Salam müəllimə. Salam, axşamınız xeyir olsun. Müəllimə, bir dənə sual verirəm. Aha, buyurun. Deyək ki, Emiliyyə müxtəlif yaşları eyni qrupda deyil. Yox müəllimə, bir növ eyni yaşlı uşaqları birləşdirirdi qrupda. Bəli. Amma testdə düşür, Şəfa müəllimə düz deyir onu. Testdə düşür bir dənə. Bir PDF var müəllim. Orada yazın müxtəlif yaşlı uşaqlar eyni qrupda birləşib Emiliyada. Müxtəlif yaşlı uşaqlar eyni qrupda birləşib. Aha. Emiliyada iki müəllimə eyni şey deyir. Xanım müəllimə, siz özünüz də demişdiniz ki, bir dəfə ki, eyni qrupdadırsam Emiliyadır. Bəli. Yəni eyni yaş, belə deyək də, doğru fikirdə əslində bir növ. Yəni eyni yaşlı uşaqlar birləşir də qruplarda. Amma yəni PDF-də əsas olaraq elə götürülüb ki, eyni yaşlı uşaqlar birləşir qruplarda. Əvvəllər müxtəlif yaşlı uşaqlar Montessori götürülürdü. Amma artıq Emiliya götürülür. Necə, Mətanət müəllimə? Əvvəllər Montessori götürülürdü müxtəlif yaşlı uşaqlar eyni qrupda. Amma artıq Emiliya götürülür testlərdə. Yəni artımın son paylaşımında Emiliya. Bəli. Amma ki, müəllimələr hər ikisi oxşardı da bir növ, belə deyək. Eyni fikri deyir də, həm Montessori, həm də Emiliya eyni fikri deyir. Montessori də belə öyrənmişik ki, yəni Montessori müxtəlif yaşlı uşaqlar mərhələlərdə birləşdirdi. Bəli. Mən onu keçən dəfə qeyd elədim müəllimə. Əslində hər ikisində eyni fikir var ki, müxtəlif yaşlı uşaqlar eyni qrupda birləşir. Həm Emiliyada,
həm də belə deyək, Montessoridə. Prosto əsas fərq ondadır ki, Montessoridə mərhələli şəkildə uşaqlar birləşir də, mərhələlərlə. Amma burada elə deyil də. Emiliyada elə deyil. Keçən dəfə mən bunu qeyd eləmişdim. Yaxşı müəllimələr, siz mənə qeyd edin. Səsi bağlayın da Ləman müəllimə. Bəs müəllimə, hansındaydı? Mən kimi sual cavab eləyirdim? Aha. Şəfa müəllimə. Bəli, Şəfa müəllimə. Yaxşı müəllimə, hansı nəzəriyyədə idi ki, bir növ sosial münasibətlərə əsas götürülürdü? Emiliya, Vigosiyer nəzər alıb da onu götürüb ilhamlanıb. Bəli. Bəs hansı nəzəriyyədə ətraf mühit 3-cü müəllim rolunda oynayırdı? O da Rego Emiliya. Aha, bəli. Bəs siz mənə qeyd eləyin. Hansı belə deyək nəzəriyyədə materiallar orijinal olmalıdır və uşaqların özlərinin korrekt etmə imkanı verilməlidir? O da Rego Emiliyada olmalıdır. Yox, müəllimə. Deyirəm ki, materiallar orijinal olmalıdır və uşaqların özlərinə korrekt etmə imkanı verilməlidir. Montessori, bəli. Çünki orada materiallar orijinallıq təşkil eləyir. Bəs müəllimə, Waldorfda ardıcıllıq necə təşkil olunurdu? Tanışlıq, təcrübə. Aha. Təcrübədən də müxtəlif anlayışlar əldə edilirdi. Bəs hansı nəzəriyyədədir ki, 3 yaşdan 18 yaşa qədər hər cür qabiliyyətli uşaqlar qəbul olunurdu? 3 yaşa, 18 yaşa. Aha. Waldorf. Aha, bəli. Waldorf? Bəli, Waldorfdaydı. Bəs hansı nəzəriyyədə bədii təfəkkür məşğələsi mühüm rol oynayırdı? Bədii təfəkkür məşğələsi. Waldorf. Aha, sadə riyazi təsəvvürlər hansındaydı? Sadə riyazi təsəvvürlər Montessori. Aha, bəli, Montessoridaydı. Daha sonra siz mənə qeyd eləyin nəyi? Bəs hansı nəzəriyyədə müəllimə riyaziyyat, dil, musiqi, incəsənət, mədəniyyət üzrə akademik biliklərə yiyələnirdilər? Akademik biliklər. Aha. Riyaziyyat, dil, musiqi, incəsənət. Yazmayın. Montessori müəllimə. Bəs müəllimə, hansının yanaşma idi ki, orada otaqlar müxtəlif vəsaitlərlə zəngin olmalı idi? Montessori müəllimə. Bəli, Montessori idi. Bəs hansı nəzəriyyə idi ki, orada deyirdi ki, uşaqlar təbii qayğıkeş mühitdə, böyüklərin xaricdən müdaxiləsi olmadan böyüməlidirlər? Necə? Xarici mühitdə Waldorfdur. Bəli, Waldorfdur. Bəs texnologiyadan uzaq durmağa əsas tutan hansı idi? O da Waldorfdur. Aha, bəs hansı nəzəriyyədə idi ki, yalnız konflikt yarana biləcək vəziyyətdə müəllim müdaxilə edə bilər? O Montessori. Bəli, çox sağ olun müəllimə. Sağ olun müəllimə. Başqa sual cavab olmaq istəyən var? Bir Anar müəllim var idi, o müəllimə idi. Onu müəlliməni sual cavab elədim. Eləmişsiniz? Başqa kimləri iştirak eləmək istəyir sual cavabda? İştirak eləmək istəyən var mı? Aha. Nuranə Məsimova. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun müəllimə. Siz mənə qeyd edin müəllimə. Sensor üzvlərinin inkişafı hansı nəzəriyyədə əks olmuşdu? Montessori. Bəli. Siz mənə qeyd edin, həm Rego Emiliya, həm Montessori, həm də Waldorf pedaqoji yanaşmasının bir-biri ilə oxşar cəhətləri nələr idi? Uşaq yönümlülüyü dəstəkləyir. Aha. Başqa? Başqa? Kim qeyd eləyə bilər?
Müəllimə nəsə küncüydü, amma bilmədim. Yadımdan çıxdı nə küncüydü. Hə. Qeyd eləmək istəyən var. Fəaliyyət. Aha, deməli hər üç pedaqoji yanaşma bir növ dediyiniz kimi uşaq diqqət mərkəzində olmalıdır. Yəni belə deyək də, hər üç modeldə uşaq öyrənmənin mərkəzindədir. Həmçinin digər səbəb olaraq da hər üç pedaqoji yanaşma təhsilə yeni baxış bucağı, yeni baxış sistemi formalaşdırmaq məqsədi ilə yaradılıb. Bu da yəni yeniliklərdən, müasir yanaşmalardan, texnologiyalardan istifadə etmək, yəni bir növ tələb yönümlülük prinsipimizlə uzlaşmış olur. Valdorfda tələb yönümlülük vardı müəllimə. Necə? Valdorfda tələb yönümlülük. Yox idi müəllimə. O texnologiyadan uzaq tutmağa əsas götürüldü. Yəni hər üç belə deyək, nəzəriyyənin ortaq cəhəti olaraq deyirəm mən bunları. Aha. Bəs müəllimə hansı nəzəriyyədir ki, mərhələli şəkildə aparılırdı? Mərhələli Montessori. Aha, necə idi o mərhələləri? Onda şuurlu, şuursuz, 0-3 yaş şuursuz, 3-6 yaş şuurlu mərhələ. Bəli, şuurlu mərhələ. Daha sonra siz mənə qeyd eləyin nəyi? Hansı nəzəriyyədə idi ki, uşaqlar təbii qarşıkeş mühitdə təhsil cəlb olmalıdır? Təbii qarşıkeş mühit. Yazmayın. Anar müəllim yazılan. Bilməsə deyək. Valdorf. Bəli, Valdorfda idi təbii qarşıkeş mühitdə. Bəs müəllimə, Nuranə müəllimə, siz mənə qeyd eləyin, hansı nəzəriyyədə idi ki, burada humanist ideyalar əsas rol oynayırdı? Humanist, Montessori. Xeyr. Emilia. Yox. Valdorfdaydı. Müəllimə, Valdorf eləmi? Bəli, Valdorf, bəli. Bəs müəllimə, belə deyək, Nuranə müəllimə, siz mənə qeyd eləyin nəyi? Hansı nəzəriyyədə əməkdaşlıq mühüm rol oynayırdı? Əməkdaşlıq Emiliyada, əməkdaşlıq və ünsiyyət Emiliyada. Bəli, Emiliyadaydı. Aha. Emiliya hansı nəzəriyyəyə daha çox oxşarlıq təşkil eləyir? Kimin fikirlərini? Vitovskinin fikirləri. Vygotsky. Bəs hansı nəzəriyyədə idi ki, müəllim uşaqların özlərinin qərar verməsinə bir növ belə deyək də, bələdçilik eləyirdi? Elə budur, Emiliyada cavabdeh bələdçi müəllim idi. Aha, bəli. Yaxşı. Koqnitiv konstruktiv öyrənmə nəzər əsasındaydı? Koqnitiv Valdorf. Müəllimə, Montessori. Montessori yox, müəllimə, Montessori. Montessori yox, Montessori. Çox qəribə çıxır. Yəqin deyə bilmir də, belə deyə bilir. Çox sağ olun Nuranə müəllimə. Siz sağ olun müəllimə. Müəllimə, mən də sual cavab eləyim, bildiyimi cavab verərəm, bilmədiyimi. Yaxşı müəllimə. Siz mənə qeyd edin müəllimə, sosial konstruktivizm hansı nəzəriyyədə idi? Vygotsky. Xeyr. Montessori. Yox. Montessori. Yox. Emilia, Valdorf. Emilia müəllimə, Emilia. Hansı? Kognitiv konstruktivizm hansındaydı? Kognitiv? Piaget. Mən yadımdan qalıb Piaget. Yox, Montessori'dir müəllimə. Kognitiv nə deməkdir? Montessori. Kognitiv nə İdrak deməkdir? deyil, kognitiv. Bəli, idrak. İdrak. Aha, bəli, idrak əsasında. Nəzəriyyələrdə elə yadımda qalıb. Sosial konstruktivizm Vygotsky. O birisi də Piaget. Yəni eləsi qalıb yadımda. Müəllimə də yanaşmaları soruşur. Mən onların fərqini bilmirəm. Hə, mən də bilmirəm. Mən elə bilirəm nəzəriyyə
Aha, sosial konstruktivizm Müjgan müəllimə. Bu Emiliyada idi. Daha çox sosiallığa üstünlük verirdi. Amma kognitiv Yanaşmadadır bu nəzəriyyədə. Nəzəriyyə müəllimə, nəzəriyyə. Nəzəriyyə, Aha. Amma desəm ki, kognitiv konstruktiv öyrənmə bu Montessori'dir. Çünki kognitiv idrak deməkdir. Montessori'də əsasən idraki bacarıqların formalaşmasına əsaslanırdı və riyaziyyat məşğələsi də buradadır. Bəs Müjgan müəllimə, siz mənə qeyd edin, hansı nəzəriyyədə bir növ, belə deyək, nağıl, hekayədən istifadə edirdilər? Nağıl, hekayə Valdorfda. Valdorf, hərə öz yerinə cavab versin, zəhmət olmasa. Yaxşı müəllimə, zehin və ürəyin inkişafı hansı nəzəriyyədə idi? Zehin, ürək, bu da Valdorf, səhv eləmirəmsə. Yox. Montessori. Bəli, Montessori'də idi. Yazmasın da, o kimdirsə yazır bayaqdan. Yazmayın da müəllimə, hər öz yerinə cavab versin. Bəs Müjgan müəllimə, hər üç pedaqoji yanaşmanın ortaq cəhəti nə oldu? Uşaq mərkəzdə dayanırdı, yəni. Daha sonra diqqət mərkəzində uşaq. Bəli, uşağın diqqət mərkəzində olması, bir də müasir yeniliklərdən istifadə edilməsi. Aha, uşaq mərhələli şəkildə öyrənir dediyi ki, Montessori'də idi. Daha sonra kim deyirdi bu fikri? Piaget'də. Bəli, Piaget və belə deyək də, Montessori'nin ortaq cəhəti olaraq uşaq mərhələli şəkildə öyrənirdi. Aha. Daha sonra siz mənə qeyd edin nəyi? Ruhun inkişafı hansındaydı müəllimə? Ruhun Valdorfda. Valdorfdaydı. Fiziki mühit hardaydı müəllimə? Fiziki mühit? Aha, materiallardan istifadə edirdi. Orijinal olmalıydı. Montessori. Bəli, Montessori'dəydi. Texnologiyadan uzaq tutmağa əsas götürürdü. O Valdorfda. Çox sağ olun müəllimə. Sağ olun. Daha sonra İlhamə yazılan müəllimə. Sağ olun müəllimə, axşamınız xeyir. Axşamınız xeyir müəllimə. Müəllimə hansı nəzəriyyədə idi ki, birgəlik və bərabərlik hissləri formalaşdırılırdı? Birgəlik, bərabərlik Emiliyada. Yox. Valdorfdaydı. Aha. Bəs müəllimə, didaktik materiallar hansı nəzəriyyədə mühüm rol oynayırdı? Montessori nəzəriyyəsində idi. Montessori'daydı. Aha, Montessori'də uşaqlar necə şəkildə, yəni belə deyək də, hansı formada cəlb olunurdu məşğələyə? İş forması olaraq. Qruplarla fərdi. Aha, tək və qrup şəklində. Bəs müəllimə, hansı nəzəriyyədə idi ki, bir növ uşaqlar gözəllik, estetika kimi belə deyək də, anlayışların əsasında formalaşırdı bu nəzəriyyə? Valdorf idi, səhv eləmirəmsə. Bəli, Valdorf idi. Aha. Gözə görünməz icra edici rolunda çıxış edən hansı oldu? Montessori. Aha, mənəvi bələdçi kim oldu? Valdorf oldu. Aha. Konstruktor oyunlar mühüm rol oynayırdı bu nəzəriyyədə. Montessori idi. Yox. Valdorf. Bəs didaktik oyunlar? Material. Montessori. Bəli, Montessori. Aha, bəs hansında bir növ rəqəmsallıq yox idi, İKT yox idi? Valdorf idi, bəli. Daha sonra siz mənə qeyd edin, sosial konstruktivizm hansı nəzəriyyədə oldu? Sosial konstruktivizm Emiliyadaydı, bəli. Daha sonra ətraf mühit 3-cü müəllim rolunda çıxış edirdi. O da Emiliyadaydı. Bəli. Daha sonra siz mənə qeyd edin nəyi? Bəs müəllimə, Emiliyada uşaqlar necə şəkildə fəaliyyət göstərdi? Hansı iş forması? Orada kollektiv də var idi. Cütlüklərlə. Qruplarla da var idi.
Cütlərlə. Cütlərlə də var idi, kollektiv də var idi. Montessori'də isə kollektivçilik yox idi. Aha, Montessori'də tək və qrup halındaydı, amma burada cütlərlə. Aha. Sonra siz mənə nə qeyd eləyin? Bir növ o hansı idi ki, hansı nəzəriyyədə idi ki, burada belə deyək də, müxtəlif yaşlı uşaqlar eyni qrupda birləşirdi. Müxtəlif yaşlı uşaqlar Emiliyadaydı. Yox, Montessori'daydı. Həm Montessori'də idi, həm də Emiliyadaydı. Montessori'də ona görə idi ki, uşaqlar mərhələli şəkildə öyrənirdi. Buna görə yəni eyni yaşda. Emiliyada isə amma Emiliyada isə rol model idi. Bəli, yəni Emiliyada belə idi ki, uşağın ondan daha bilikli yoldaşından öyrənərək, yeni biliklər əldə edərək öyrənməsi fikrini qeyd edirdi. Rol model idi. Aha, bəli, yəni fərqli ortaq cəhət olaraq, yəni müxtəlif yaşlı uşaqları eyni qrupda birləşdirirdi. Daha sonra siz mənə nəyi qeyd eləyin? Bəs hansı nəzəriyyə idi ki, orada humanistlik ideyaları formalaşırdı? Volduq nəzəriyyəsində idi humanist ideyalar. Aha, bəli. Orijinal materiallar haradaydı? Orijinal materiallar Montessori'də. Aha, bəs hansı nəzəriyyədə idi ki, o deyirdi ki, uşaqlar uzunmüddətli iş prosesindən zövq alırlar? Emiliyadaydı. Kəşf edərək onlar uzun müddət. Yox. Qul məktəbi. Montessori. Montessori'də idi. Qul məktəbi Montessori. Yaxşı. Uşaqların mənəviyyətinin inkişafını əsas tuturdu. Voldov. Çox sağ olun. Çox sağ olun mənim sizin sayənizdə. Başqa sual cavab olmaq istəyən varmı? İlhamə xanım Süleymanovadır. Bəli. İlhamə xanım, siz maşallah testlərdə də supersiz. Çox sağ olun, təşəkkür ederim. Siz, Danışan kim idi? Ülviyə İslamova. Siz də supersiz. Siz də supersiz. Maşallah. Allah can sağlığı Biz Xalidə xanımın, Müjgan da mən də çox vaxt birinci, ikinci yerə çıxırıq. İkimiz də Xalidə xanımın müqavimləriyik. Çox gözəl, çox gözəl. Yəni məsləhət görürəm hamıya. Mən indiyə qədər heç bir dərsə boşulmamışam. Özüm testlərlə, elə Xalidə xanımın testlərindən də işləyirəm. Şükür olsun bu günümüzə də, şükürlər olsun. Yəni qiyməti də münasibdir, bütün qrupa deyirəm. Yəni həm də həftədə 3 dəfə keçir, o adama yaxşı deyir, rahatdır. İnşallah.